2 saatdən artıqdır ki, biz bir yerdəyik. Fərqi ancaq ondan ibarətdir ki, siz hamınız oturmuşsunuz, mən ayaq üstə durmuşam. Ama sizin kimin, Azərbaycanın değerli insanlarına göre ben 2 saat yok, 10 saat ayaq üstə durmağa hazırım. Burada siz mənim haqqımda xoş sözler dediniz. Öz hissiyatlarınızı bildirdiniz. Məhəbbətinizi, sevgilərinizi, arzularınızı israr ettiniz. Onlara göre teşekkür ederim. Siz bilirsiniz ki benim hayatım xalqa, millətə, Azərbaycana həsr olunubdur. Bu benim hayatımın mənasıdır.